gecə? Sabahın xeyir Davud. Sabahın xeyir Murad. Xeyir ola, nə tezdən durmuşsan? Bir işmiş olmayıb ki. Yox əşi, işə gedirəm. Bəs oxumurdun? Məktəbi qurtardım da, indi də işləyirəm. Harda? Tikintidə fəhlə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı bacan. Məktəbi qurtardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən. Ağabala canı, üst çinib qurtarmışam. Aday, vış şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bura, Murad, dayan. Bura bax, Murad. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Deyən görək, Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözündür, necə lazımdır, mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki, bu andıra qalmış pilləkənin ucundan həyətdə yaşama mümkündür. Yavaş da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki olmurlar? Bura bax, sən hələ uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına lən. Yaxşı. Bəlkə yazaq ki, uşaqlar piləkəmdən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Ada bu piləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı pilləkəni götürmək istəyirsən? Ada ayrısı var ki, bunu deyirəm də. Bəs Suğra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o buru tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki manatı bəri ötür. Qulaq as da, Davud. Sən ki, qayda qanunu yaxşı bilirsən. O 2 manatı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür. Ya, ağabala sən, bu olmaz ki ya.